Bismillah, elhamdülillah və salatu və salamu alə rasulillah və ba'd. Bu günləri birinci danışacağımız məsələ insanların telefon vasitəsilə bir-birlərinə zəng edərkən diqqət etməsi gerəkən ədəblər nələrdir? Onlar haqqında danışacağıq. Və necə bilirsiniz ki, əvvəllər insanlar bir-birlərinə xəbər vermək istədikləri zaman, xəbər almaq istədikləri zaman bir-birlərinin qapılarını döyərdilər. Və qapı döyməyin ədəbi var. Birinin evinə misafir getməyin ədəbi var. Birisinin qapısına getdiyin zaman hansı saatda, necə gəldi, nə gəldi danışa bilmədiyin kimi, eləcə də bu günləri telefon bir vasitədir. Bir xəbər almaq üçün, bir xəbər vermək üçün, birisinin halına, əhvalını soruşmaq üçün bir vasitədir. Və insanlar bu vasitəni düzgün istifadə etməlidirlər. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-İslamu husnul xuluq, İslam gözəl əxlaqdır. İnsan bütün həyatının hər bir yerində gözəl əxlaqlı olmağa çalışmalıdır. Birinə zəng edəndə, birinə məktub yazanda, biri ilə söhbət edəndə, yerində ticarət edəndə, qonşuluq edəndə, hər bir yerində insan ədəbli olmağa çalışmalıdır. Və İslam bizə bunu öyrədib. Və İslam elə bir dindir ki, bizə başından sonuna ədəbli olmağı öyrədir. İnsanlarla müamilə necə olmalıdır, insanlarla necə müamilə etmək lazımdır, böyüklə necə, kiçiklə necə, uşaqla necə, İslam bizə bunları öyrədib. Və eyni zamanda bir müsəlman insan, bir dinin muntasibi Allahdan qorxmalıdır. Diqqət etməsi gerəkən məsələlər var. Allahın dininə zərər vurmasın. Yəni, kənardan baxan insanlar, onların tərəzisi yanlışdır, doğru ölçmürlər. Ölçü belə olmur. Çünki necə ki, bir saqqalsız insan xəta elədiyi zaman, bir hicabsız qadın yanlış əməl elədiyi zaman, biz bütün saqqalsızlar belədir deyə bilməriksə, bütün hicabsızlar belədir deyə bilməriksə, bir saqqallının, bir hicablının elədiyi yanlış bir əməl də bütün saqqallılara və bütün hicablılara izafə edilə bilməz. Bu, ədalətli bir davranış deyil. Onun tərəzisi yanlışda o hesabını Allaha verəcək. Eləcə də sən bir müsəlman olaraq bu dinə zərər gətirdiyin üçün Allaha hesab verəcəksən. Ona görə bir müsəlman insan öyrənməlidir, ədəb nədir, əxlaq nədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə elə bir yol qoyub ki, subhanallah, başı sonu ədəbdir. Başı sonu ədəbdir. Və yenə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə özünə qiyamət günü ən yaxın olan kimsələrin ədəbi, əxlaqı gözəl olanlar olduğunu bildirir. Qiyamət günü tərəzidə ən ağır gələcək xeyir əməlin əxlaq olduğunu Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bildirib. Yəni, bu dinə baxırsan ki, başı sonu ədəbdən ibarətdir. İnsanların bir-birlərlə olan müamiləsi. Hətta kafirə qarşı insan nələrə diqqət etməlidir. Hətta bir insan dinsiz olsa belə ona qarşı necə müamilə etməlidir. İslam bunu bizə öyrədib. Və bu günləri danışmaq istədiyimiz məsələ telefonla birisi ilə ünsiyyət qurarkən nələrə diqqət eləməliyik? Birincisi, zəng vurarkən salam vermək. Salamsız sözə başlamamaq. Bu ədəblərdəndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanına bir adam gəlir və deyir ki, içəri girə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi və səlləm yanında olan adama deyir ki, gedin ona deyin ki, desin ki, Əssəlamu aleykum, içəri girə bilərəmmi? Və həmin adama gəlirlər, deyirlər, o da deyir ki, Əssəlamu aleykum, içəri girə bilərəmmi? Hətta alimlər deyirlər ki, insan birisinə zəng etdiyi zaman sabahın xeyir, axşamın xeyir deməmişdən öncə birinci Əssəlamu aleykum deməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm salamsız sözə başlayan insanlara hətta cavab verilməməsi gərəkdiyini bildirib. Ona görə insan sözə başlayanda, kəlama başlayanda hətta sabahın xeyirdən öncə Əssəlamu aleykum deyir, sonra sabahın xeyir, axşamın xeyir və s. Birinci salamdır. Salamsız sözə başlamaq nə deyil? Ədəbdən deyil. İnsan birinci salam verməlidir. Təəssüflər olsun, baxırsan ki, bu günləri insanlar var ki, nəinki birinci sözü salam, umumən zəng vurur, salamsız mövzuya giriş edir. Bu ədəbdən deyil. İkincisi, zəng vurmuş olduğun kimsəyə gözəl söz sərf etmək, onun üçün dua eləmək, onun xoşuna gələcək sözlər sərf eləmək, bunlar hamısı ədəbdəndir. Məsələn, insana zəng vurub demək var ki, Əssəlamu aleykum, qardaş, mən filan işi görürəm, mənə necə kömək eləyə bilərsən? Bir də var ki, zəng vurursan, deyirsən, Əssəlamu aleykum, Allah sənə bərəkət versin, Allah səni qorusun, sənin səsini eşitmək necə xoşdur və s. İnsan gözəl kəlmə sərf eləməlidir. Hətta müsəlman qardaşına qarşı, hətta anasına, zövcəsinə, övladına danışmamışdan öncə, məramını izah etməmişdən öncə gözəl kəlmələr sərf etmək, bu nədir? Bu ədəbdəndir. Ona görə insanlar, sən təsəvvür elə ki, hər kəs bir-biri ilə belə danışır. Əssəlamu aleykum, qardaşım, Allah səni qorusun, Allah sənə bərəkət versin, ey anam, ey nə bilim dünyalar gözəli, ey nə bilim dünyanın ən gözəl balası və s. Gözəl kəlmələr, onun üzündə təbəssüm yaradacaq şeylər sərf etmək, bunlar hamısı ədəbdəndir. Və belə olsa təsəvvür elə ki, insanlar necə bir-birləri ilə arasında münasibət xoş olar, insanlar necə bu ədəblərə diqqət eləsələr,
necə bir-birlərində, qəlblərində bir-birlərinə qarşı sevgi oluşar. Bu da nədir? Eyni zamanda ədəblərdəndir. Yenə ədəblərdəndir ki, insan zəng eləmiş olduğu kimsənin vaxtını çoxalmasın. Necə ki, sən misafir getdiyin bir kimsənin evində çox uzun oturmursan, eləcə də zəng vurduğun zaman həmin kimsənin vaxtını çoxalmamaq, yəni az danışmaq. Çox danışmaq ədəbdən deyil. Uzun-uzun danışmaq, mənasız məsələlərdən danışmaq, bunlar hamısı nədir? Ədəbdən kənar olan işlərdəndir. İnsanı narahat etmiş ola bilərsən, insan həya eləyə bilər səndən sağollaşmaqdan, insan utana bilər səndən sağollaşmaq istəyə bilər, lakin bundan çəkinər, utanar və sən ona əziyyət etmiş olarsan. Ədəbdəndir ki, insan az danışsın. Həmçinin az danışmaq dedikdə bura daxildir qısa sual vermək. Biz bununla bağlı bizim dərslərimiz var, sual verməyin ədəbləri. Mövzumuza başlamışkən irəliyə doğru Allah nəsib eləyərsə, sual verməyin ədəblərindən bir daha danışacağıq inşallah. Lakin sual verdiyin zaman bilməlisən ki, az danışmaq bura da aiddir. Yəni, mən sual verirəm deyə çox danışa bilərəm deyə bir şey yoxdur. Yəni, insan 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə bir sualı necə verə bilər? Məgər bu qarşı tərəfə əziyyət vermək deyil? Məgər bu insanın çox danışması deyil? Bu ədəbdən kənar olan işlərdəndir. 15 dəqiqəlik sualın bəzən sadəcə və sadəcə 15 saniyəsi sualdan ibarət olur. Məsələn, örnək verirəm. Adam deyir ki, yəni sualın özəti bundan ibarətdir. Bir insanın zövcəsinə heyiz vaxtı talaq verməsi keçərlidirmi, deyilmi? Yəni, sualın özəti budur. 10 saniyəsini belə insanın almır. Lakin adam başlayır, biz evlənəndə cahiliyyə dönəmində evlənmişdik. İman gətirəndən sonra anamla, atamla yaşadıq. Sonra köçdük filan evdə yaşadıq. Sonra biz rayona köçdük. Sonra biz rayondan Bakıya gəldik. 15 dəqiqə adam həyatını danışır və sonuc etibarilə heyiz vaxtı zövcəmə talaq vermişəm. Talaq keçərlidirmi? Talaq keçərli deyilmi? Yəni, insanın belə bir sual verməsi həqiqətən də həm insana əziyyətdir, həm də eyni zamanda ədəbdən deyil. İnsanın vaxtını almaqdır. İnsan məcbur qalır, dinləyir. Lakin sən təsəvvür elə ki, yəni sual vermiş olduğun kimsəyə gün ərzində sənin kimi 10 nəfər sual versə, gələ bu insan ömrünün neçə saatını, vaxtının, nə qədər vaxtını gün içərisində Allahın ona vermiş olduğu o 24 saatın neçə saatını insanlara ayırmalıdır mənasız yerə. Yəni, mənalı yerə olsa, yenə dərd yarı, necə deyirlər. Fəqət mənasız yerə sualı uzatmaq. Adam qısa bir sual verəcək, səfərdə oruç tutmaq olar yoxsa yox? Başlayır, adam bileti aldığı vaxtdan başlayır. Necə qərara gəldi ki, hansı ölkəyə səfər eləsin və s. Bunlar heç biri ədəbdən deyil. İnsan sual verməmişdən qabaq fikrini toplamalıdır. Sualın əsas nöqtəsi nədirsə onu verməlidir. Hətta bəzən insan o sualı verən insanın səsini dinlədiyi zaman elə zənn edirsən ki, o insan sənin haqqında o düşüncədədir ki, sənin əqlində bir problem var. Sən zaten anlamayacaqsan, ona görə 15 dəqiqə eyni sözü təkrar eləyir durur. Və belə olduğu halda bu insan ədəbsizlik eləyir. Bu ədəbdən deyil. Və eyni zamanda dedik ki, sual verməyin ədəbləri çoxdur. Biz onlara keçmirik. Sadəcə bu mövzuya da yeri gəlmişkən niyə toxundum? Çünki az danışmaqla bağlı. Az danışmaq. Zəng vurdun birisinə, az danışacaqsan, uzun danışmayacaqsan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm az kəlmələrlə, qısa cümlələrlə necə böyük mənalar əhatə eləyən cümlələr istifadə edirdi, kəlmələr istifadə edirdi. İnsan buna diqqət etməlidir. Həmçinin bir kimsəyə zəng etdiyin zaman ola bilsin ki, o kimsə sənin zənginə cavab verməsin. Onun haqqında pis zəndə olmaq ədəbdən deyil. Baxırsan ki, müsəlman insan küsüb. Aylar sonra görürsən, niyə küsümsən qardaşım? Deyir ki, mən sənə zəng vurdum, açmadın. Halbuki sənin onun zəngindən xəbərin olmayıb bəlkə də. Elə bir ortamda olmuşsan ki, aça bilməmsən, sonra unutmuşsan. Və ya telefon uşağın əlində olub görməmsən. Nə qədər məsələlər var ki, insan yaxşı zəndə ola bilər istəsə. Fəqət insan yaxşı zəndə olmur, pis zəndə olur və bunun üzərinə küsür və bu ədəbdən deyil. Pis zəndən çəkinmək lazımdır. Allah Azza və Cəllə bunu əmr edir. Və Cəllə pis zəndən çəkinin deyir. Zənn etmək yaxşı bir şey deyil. Pis zənn etmək insan haqqında. Ola bilsin ki, insan yaxşı, xeyir üzərində olub, sən bilməmsən. Ola bilsin ki, insan məşğul olub. Ola bilsin, insan görməyib. Həmçinin eyni zamanda bununla yanaşı bir insana 3 dəfədən artıq zəng etmək. Sənə cavab vermirsən, yığırsan. 4 dəfə, 5 dəfə, 10 dəfə, 30 dəfə zəng vurursan insana. Halbuki insan müsait deyil, aça bilmir. Və yaxud da başqa bir ortamdadır, elm məclisindədir. Və yaxud da başqa birisi ilə mühüm bir məsələ haqqında danışır, aça bilmir sənin zəngini. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, izin 3 dəfədir. İzin 3 dəfədir. Yəni birisinin qapısına gəldin, 3 dəfə döydün. Baxdın ki, qapını açmır, üzünü çevirib gedəcəksən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, izin verilsə gir, verilməsə üzünü döndər get. Zəng vurursan, açmır. Zəng vurursan, açmır, zəng vurursan, açmır, bitdi.
Sən bu adamdan 3 dəfə izin istədin, lakin bu adam sənə cavab vermədi. Sənin üzərinə düşən şey nədir? Səbirlə gözləmək. Ola bilsin ki, adam müsait deyil. Ona görə bunlar hamısı ədəbdir, qorunması gerəkən ədəblərdir. Hələ bir bunun üzərinə insan pis zəndə olub insandan küstürsə, haqsızlıq üzərinə haqsızlıq etmiş olur. Və yenə eyni zamanda insanın diqqət etməsi gerəkən məsələlərdən birisi xainlik etməmək. Deyə bilərsiniz ki, necə insan birisi ilə telefonla danışdığı zaman xainlik eləyə bilər? Əlbəttə ki, bu günləri biz görürük, şahid oluruq ki, insanlar necə bir-birlərinə xainlik eləyirlər. Birisinin telefonla danışarkən səsini yazmaq xainlikdir. Olmaz. Əgər onun izni yoxdursa, sən bir başqasının səsini yaza bilməzsən. Həmçinin baxırsan, görürsən ki, adam sənlə danışır, sənin səsin mikrofondadır, başqa insanlar eşidirlər. Olmaz belə şeylər eləmək. Həmin bu şeylər o insanın xoşuna gəlməyə bilər. O insan səninlə şəxsi danışmaq istəyə bilər. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi səninlə söhbət eləyər. Üzünü çevirib getdikdən sonra isə o danışmış olduğu bütün şeylər sənin üçün əmanətdir. Danışmış olduğu şeylər sənə əmanətdir. Sən necə xainlik eləyə bilərsən? Necə səninlə danışmış olduğu şeyi başqa insanlara göndərə bilərsən? WhatsAppda birisinə səs göndərirsən, baxırsan ki, üzərindən aylar keçib əlaqəsiz bir adamda sənin səs yazın var. Bu nədir? Bu xainlikdir. Allah Azza və Cəllə buyurur ki, İnna Allaha la yuhibbul xainin. Allah xainləri sevməz. Hər bir məsələdə böyüyündən kiçiyinə, halbuki kiçik məsələ deyil. Nə qədər insanlar olublar ki, bu xainlik ucbatından bir-birlərinə düşmən olublar. Sən istəmir ki, sənin səsin, onun səsi başqa bir insana getsin. Sənlə danışır, dərdini sənə deyir. Bunun ən xəffi maşında gedəndə, ola bilsin ki, adam sənə zəng vurub, ətrafda insanlar var və sən onun səsini açıqda qoymusan. İzin almalısan. Qardaş, bax, sənin səsin mikrofondadır, başqa insanlar eşidirlər. Ola bilsin ki, o sənə elə bir söz deyəcək ki, əmanət idi. Sən əmanətə xainlik edirsən. Olmaz belə şeylər eləmək. Bunlar hamısı insanın özünün də bilmədən müsəlman qardaşına qarşı xainlik etməsidir. Onun səsini yazmaq. Onun səsini yazdıqdan sonra başqasına göndərmək. Və ya WhatsAppda sənə etibar edib sənə səs göndərib, onun səsini bir başqasına göndərmək. Bunlar hamısı xainlikdir. Hətta ola bilsin ki, sənə göndərmiş olduğu səs dünyavi bir şeydir. Bəsit bir şeydir. Sənə deyir ki, sən soruşmusan ki, qardaş, filan işi necə eləyə bilərəm? Necə bilet ala bilərəm? Necə viza ala bilərəm? Adam sənə səs göndərir, onun səsini göndərirsən bir başqasına. Olmaz belə şeylər eləmək. Bu, insana sənə etmiş olduğu güvəncə qarşı xainlik eləməkdir. O sənə güvənirdi. Sən isə ona qarşı xainlik elədin. Allahdan qorxmaq lazımdır. Allah Azza və Cəllə, Allah xainləri sevməz deyir. Allahdan qorxmaq, Allahın sevgisini özümüzdən uzaqlaşdıracaq bəzən o qədər şeylər eləyirik ki, ona görə sələfdən birisi deyir ki, mənim bildiklərim, günahlarım ayrıdır, bir də qiyamət günü bilmədiyim nə qədər günahlar var ki, onlarla qarşılaşacağam. Baxırsan ki, adi həyatdır. Hamı səsini bir-birinin səsini maşında gedəndə açır, onun səsini ona göndərir, bunun səsini buna göndərir və eyni zamanda səsini yazır telefonda, gizlidən səs yazır. Bəzi xain proqramlar var, onlardan istifadə edir. İnsan qiyamət günü gedir ki, Allahın önündə nə qədər xainliklərlə gəlib, subhanallah. İnsan ona görə bilməlidir, ədəbdir. Bax, bir ədəbdən danışırıq, onun içərisində nə var? Böyük günah var imiş, xainlik var. O ədəbə diqqət eləməsən, sən qiyamət günü Allahın önünə xain kimi gedə bilərsən. Müsəlman qardaşına xəyanət etmiş kimi gedə bilərsən. Ona görə bunlar hamısı mühüm məsələlərdir. İnsan diqqət etməlidir, insan Allahdan qorxmalıdır. Həmçinin bunun daha betər olanı var. İnsan sənin səsini sənin iznin olmadan internetə buraxır. Şəxsidə adama səs göndərirsən, səsi götürür insanlara paylaşır, deyir, tapdım. Sual verdim, sualıma cavab verdi, deyir. Və yaxud da başqa bir şey, izni olmadan xainlik eləmək. Bu xainliyin ən böyüdür. Bir var ki, xainlik 3-5 nəfər, 10 nəfər arasında olur, 10 nəfərin qiyamət günü Allaha hesabını verəcəksən. Bir də var ki, milyonlarla insana göndərmirsən ki, baxın, qulaq asın, nəsə tapmışam. Xainlik üzərinə xainlik. Subhanallah, insan tək bir xainliyin hesabını Allaha necə verəcəyini düşünüb ağlayacağı yerdə bu qədər xainliklərin hesabı necə olacaq? İnsan gələ gec olmadan Allah Azza və Cəlləyə tövbə etsin. Həmçinin birisinə zəng edərkən diqqət edilməsi gerəkən məsələlərdən birisi vaxtı gözəl seçmək. Səhər tezdəndən və yaxud da gecə vaxtı insanların yatdığı vaxta və ya yatma ehtimalı olduğu vaxta insanları narahat etmək doğru deyil. İnsan elə bir vaxt seçsin ki, qalibuzdanla insanlar o vaxtı yatmırlar. İnsanlar o vaxt oyaq olurlar. Belə bir vaxt seçməlidir. Amma gecə vaxtı, gecənin bir vaxtı, səhər tezdəndən insanların yatdığı bir vaxtda insanları narahat etmək ədəbdən deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müsəlman o kimsədir ki, onun dilindən və əlindən insanlar əziyyət çəkməsinlər. Sənin etmiş olduğun şeylə qarşı tərəfdə olan insan əziyyət çəkir, yuxusundan oyanır.
və yaxud da yatmaq istəyir, yatdığı əsnada bəlkə xəstədir və ya səhər tezdəndir, insan zəng edib bir başqasını narahat edir. Bunlar hamısı ədəbə zidd olan işlərdəndir. Həmçinin ədəblərdəndir ki, insan danışanda gələ qışqırmasın. İnsanlar var ki, qışqıra-qışqıra danışırlar. Hətta evinin içərisində tək olsan belə qışqırmaq ədəbdən deyil. İndi sən təsəvvür elə ki, cəmiyyət içərisindəsən, insanların içərisindəsən, qışqıra-qışqıra danışır. Ədəbdən deyil. Necə az öncə hədis dedik, Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlman o kimsədir ki, onun dilindən və əlindən insanlar əziyyət çəkməsinlər. Sənin dilindən ətrafda olan insanlar əziyyət çəkirlər. Necə Allah Azza və Cəllə buyurur ki, وَغْضُدُ مِنْ سَوْتِكَ Səsini aşağı sal. Həqiqətən ən çirkin səs uzun qulağın səsidir, deyir Allah Azza və Cəllə. İnsan diqqət etməlidir. Allah Azza və Cəllənin bənzətməsinə bax, subhanallah. Həqiqətən ən çirkin səsdir, uzun qulağın səsidir. İnsan gələ qışqırmasın. Qışqırmaq ən pis ədəbsizliklərdən hesab olunur. Qışqıra-qışqıra danışmaq. Qışqırmaq insanı ən çox narahat edən şeylərdəndir. İnsan gələ qışqıra-qışqıra danışmasın. Və bu saymış olduğumuz şeylər hamısı İslamın bizə öyrətmiş olduğu ədəblərdir. İnsan gələ bu ədəblərə diqqət eləsin. Danışanda gözəl söz sərf eləmək, danışanda qışqıra-qışqıra danışmamaq, danışanda insanın danışmamışdan öncə salam verməsi, insanın gözəl vaxt seçməsi, necə gəldiyi, hansı saatda insanları narahat etməməsi, eyni zamanda xainlik etməməsi, səsi yazmaması, bütün bunlar ədəbdir. Və insana lazımdır ki, bu ədəbi özü öyrənəndən sonra ətrafında olan insanlara öyrətsin. Öz evinin içərisində, öz ətrafında olan müsəlmanlara öyrətsin ki, hər kəs bərabər bu ədəblərə riayət etsin. Biri xəta elədiyi zaman, qardaşım, bax, bizim öyrənmiş olduğumuz ədəbə zidd idi, belə etmək olmaz, onun əlindən tutsun. Ta ki, özündə, nəfsində bir xəta olduğu zaman qarşı tərəf onu düzəltsin və ya qarşı tərəfdə bir xəta olduğu zaman sən onu düzəldə biləsən. Bütün bunlar İslamın ədəbləridir. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizi eşidib fayda alan qullarından etsin. Allahümmə əmin və axırın davana elhamdülillahi rabbil alemin.